Qədər deyilən bir şey var, amma diqqət hər şeydən önəmlidir. Diqqətli olmaq lazımdır, xüsusən sükan arxasına əyləşəndə, hörmətli sürücülər. Mənzilə basqın edərək cinayət törətdiyi az deyilmiş kimi uşağa da xəsarət yetirdi. Pul qazanmağın yolunu başqalarının evindən keçərək axtaran gənc saxlanıldı. Bakı sakini isə gücünü qadının çantasını qaçıraraq nümayiş etdirib. Dırnaqarası qoçaq etdiyi əmələ görə təbii ki, cavab verməli olacaq. Şirvan polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən şəhər sakini 24 yaşlı Kamran Babayev saxlanılıb. Məlum olub ki, o bu ilin 22 iyul tarixində Şirvan şəhəri Təbriz küçəsi 20 ünvanında yerləşən mənzilə basqın edərək evdəki azyaşlıya xəsarət yetirməklə oradan 10.000 manat nəqd pul və 1000 manat dəyərində qızıl zinət əşyaları götürüb. Faktla bağlı polis şöbəsinin istintaq bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.3.2-ci maddəsi ilə cinayət işi başlanmış, keçirilmiş istintaq əməliyyat tədbirləri nəticəsində həmin cinayəti törədən şəxs Şirvan şəhər sakini 1992-ci il təvəllüdlü Babayev Kamran Xanqulu oğlu olduğu müəyyən edilmişdir. Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb araşdırma aparılır. Onun barəsində Şirvan şəhər məhkəməsi tərəfindən həbs qəti imkan tədbiri seçilməsi gözlənilir. Bakıda isə qadına qarşı soyğunçuluq cəhdi olub. Hadisə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində qeydə alınıb. Naməlum